Zəfər nəğməsi şeiri. Şeirin müəllifi Azad Hümbətov adına 291 nömrəli Ekologiya Liseyinin Uşaq Birliyinin rəhbəri Atlas Zeynalovadır. Şeir Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun əziz xatirəsinə həsr olunur. Ey Azadım, bir zəfər yazmısan, sədası böyük, mən də bu sədanın səsinə gəldim. Bir dastan yazmısan, mənası böyük, onu nəsillərə yaymağa gəldim. Oxudum bir mən sətir-sətir, ağlayan gözlərdən kədəri, yası, gördüm ki silmisən sən sətir-sətir. Silmisən yurdumun qəlbindən pası. 24 yaşında bir tarix yazıb, tarixin köksünə sığmırsan Azad. Elə yaşadın ki, izlərin qalıb, səninlə fəxr edib öyündük Azad. Nur olub torpağa elə yağmısan, yurdumda lalələr açılıb indi. 30 ilin qisasını da almısan, şən nəğmə oxuyur bülbüldə indi. Oxu bülbülüm, oxu, şeirdən çələng toxu, Azad adlı igidin şəninə nəğmə toxu. Mən də vəcdə gəlib söylədim sənə, gül ətirli cənnətimsən, şəhidim. Müqəddəsim, məbədimsən deyim sənə, çünki mənim iman yerim, and yerimsən, şəhidim. Qarabağın hər qarış torpağına həkk olunub silinməz izin sənin. Füzuli, Xocavənd, Laçın dağına yazılıb şərəfin, şöhrətin sənin. Ey Azadım, düşmənin keçilməz sən səddin yarıb, ən uca zirvəyə ucalmısan sən. Vətənin qəlbində əbədi qalıb, üç rəngli bayraq tək ucalmısan sən. Azərbaycan adlı bir məmləkətə bu şanlı zəfəri yaşatmısan sən. Bu yurda, obaya, ulu millətə bir nida cümləsin yaşatmısan sən. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.